Çoxhəlli vurğulara ayrılması. Birinci. A üssü 6, B üssü 4, çıxmaq A üssü 4, B üssü 6. Ortaq vurğulardan üssü kiçik olanları A üssü 4-dən B üssü 4-ü. Çıxardırıq mötərizə xaricinə. Qalır A kvadrat minus B kvadrat. O da kvadratlar fərqi düsturuna görə eləyir A minus B, A plus B. B variantı. Ortaq vuruq 5AB-dir. Çıxartdıq mötərizə xaricinə 10AB kvadratını 5AB-yə böləndə elədi 2B. 15A kvadrat B-ni 5AB-yə böləndə elədi 3A. Cavab 5AB 2B = B variantı. 9-un yerinə yazaq 3-ün kvadratı. 9'da 1 D kvadratın yerine yazaq 3'də 1 D'nin kvadratı. Kvadratlar fərqi düsturuna görə bu eləyir 3 çıxmaq 3'də 1 D. 3 üstə gəl 3'də 1 D. Üç çıx 3'də 1 D, 3 üstə gəl 3'də 1 D. C variantı. Dörtte 1 C kvadratın yerine yazaq 2'də 1 C'nin kvadratı. 4'ün yerine yazaq 2'nin kvadratı. Yəni kvadratlar fərqi düsturuna görə eləyir 2'də 1 C çıx 2. 2'də 1 C üstə gəl 2. 2'də 1 C çıx 2. 2'də 1 C üstə gəl 2. Y variantı. Ortaq vuruq 3ax kvadrat çıxardaq mötərizə xaricinə 6ax kvadratı 3ax kvadratına böləndə 2. 21ax kubunu 3ax kvadratına böləndə 7x. Cavab 3ax kvadrat 2 çıx 7x. C variantı. Ortaq vuruq 3a kvadrat x. Toplamları böləndə eləyir 8a minus 1. Cavab 3a kvadrat 8a minus 1. A variantı. Dokuz. A ortaq vuruqda çıxır. Qalır 2a minus 3. Y variantı. A ortaq vuruqda çıxır. 3a kvadratını a'ya böləndə 3a, 2a'nı böləndə 2. A 3a minus 2. D variantı. Kvadratlar fərqi düsturuna görə 9 minus 7, 9 plus 7. 9'dan 7 çıxanda 2, 9 7 gələndə 16. Elədi 4. C variantı. 12. Onun kvadratı çıx 7'nin kvadratı 17. Ondan 7 çıxanda 3, 10 üstə 7 gələndə 17. 3. C variantı. 13. 16'nın kvadratı çıx 6'nın kvadratı. 16'dan 6 çıxırıq. 16'nın üstə 6 gəlirik. 10, 22, 220. Y variantı. 14. 17'nin kvadratı çıx 7'nin kvadratı. 17 çıx 7, 17 üstə gəl 7. 10, 24. 240.
15. Mənfi y plus 3'ün kvadratı. Toplamların yerini dəyişmək olar. Birincinin kvadratı çıxmaq 2 vurulsun birinci vurulsun ikinci üstəgəl ikincinin kvadratı. 9 çıx 6y üstəgəl bu y deyil də üstəgəl y kvadrat. 15. Toplamların yerini dəyişdik. Y kvadrat çıx 6y üstəgəl 9. A variantı. A4. B. B variantı. Cevap B variantı. 16. 48'in kvadratı çıx 32'nin kvadratı. 23'ün kvadratı çıx 17'nin kvadratı. 48'den 32 çıxanda 16. 48 32 gələndə 80. 23'den 17 çıxanda 6. 23 17 gələndə 40. 80'dan 40 getdi, 2 qaldı. 2 ilə 6 getdi, 3 qaldı. 3'də 16. Bu nedir? 5 tam 3'də 1. A variantı. On yedi. A çıx 2B'nin kvadratını almaq üçün A üstəgəl 2B'nin kvadratının ifadəsində nə əlavə etmək lazımdır? Hansı ifadəni əlavə etmək lazımdır? Buradan x'i tapanda A minus 2B'nin kvadratından A üstəgəl 2B'nin kvadratını çıxırıq. Bu da bərabərdir. A kvadrat minus 4AB üstəgəl 4B kvadrat üstəgəl A kvadrat üstəgəl 4AB üstəgəl 4B kvadrat. Eləyir 2A kvadrat üstəgəl 8B kvadrat. Bu çıxmadı burada. Çıxmaq lazımdır. İşarələr dəyişir. Bunda A kvadratla gedir, 4B kvadrat 4. Mənfi 8AB qalır. 17 mənfi C variantı. 18. 3A üstəgəl B kvadrat almaq üçün 3A çıx B kvadratdan nə əlavə etmək lazımdır? 3A plus B kvadrat çıx 3A minus B kvadrat bərabərdir X. 9A kvadrat üstəgəl 6AB üstəgəl B kvadrat çıxmaq 9A kvadrat üstəgəl 6AB çıxmaq B kvadrat bərabərdir X. 9A kvadratlar getdi, B kvadratlar getdi. 12AB bərabərdir X. Cavab 12AB. D variantı. 19. 5x kvadrat çıx 6x üstəgəl 1. Kvadrat düzəlsin vurğulara ayır. Birinci üsul.
Birinci üsul belədir də. Deməli, bu ax kvadrat plus bx plus c. Qrupları ayırmaq üçün elə 2m və n ədəd, 2m və n ifadələri və yaxud ədədləri tapırlar ki, vuranda ac eləsin, toplayanda b eləsin. Sonra b-ni həmin n-lə n-in cəmi kimi yazıb, qruplaşdırma üsuluna vurğuları ayırırlar. Qaydanın biri belədir. İkinci üsul isə kvadrat tənliyin köklərini tapırlar x1, x2-ni diskriminantına. Sonra bu düsturda qoyurlar yerlərinə. İndi mən əvvəl birinci üsuldan edeyim. Vuranda 5 vur 1, toplayanda -6 eləyən ədəd -5 ilə -1'dir. Ona görə bu -6x yazırıq, -5x, -x'in cəmi kimi. -6x parçalayıb yazırıq belə, birinci üsula görə. Sonra birinci ikisindən 5x çıxır, mötərizə xaricində qalır, x minus 1 bölünür qalır. Buradan da -1'i çıxardırıq, mötərizə xaricində x minus 1. Təzən x minus 1'i çıxardırıq, qalır 5x minus 1. Cavab x minus 1, 5x minus 1, B variantı. Cavab B variantı. İndi ikinci üsul. İkinci üsulunu həll eləmək üçün kökünü tapırıq diskriminantına. B kvadrat çıx 4ac. Deməli, bu misalda A5'dir, B -6'dir, C də 1'dir. Eləyir 36 çıxmaq 20, 16. 16 da 4'ün kvadratıdır. X1'in düsturu belədir, -b çıx kök altda d böl 2a. Olur 6 çıx 16'nın kökü 4, 2a 10. 10'da 2 bu ilə 5'də 1. X2 ilə bərabərdir. Bu 6 plus 4 bölü 10, bu da 1. Onda vurğuları ayıranda hər iki üsulu bilmək lazımdır. Demək lazımdır, bu asaddır, o çətindir. İkisini də öyrənmək lazımdır. Hərəsinin öz yeri var. 20. 5x kvadrat çıx 4x çıx 1. Mən imkan daxilində elə birinci üsulla eləyəcəm. -4x yazırıq, -5x plus x minus 1. Birinciden ikinciden 5x çıxır, x minus 1. Buradan da x minus 1. X minus 1 təzdən çıxır mötərizə xaricinə. 5x plus 1. X minus 1. X minus 1. 5x plus 1. C variantı. 20. 21. 3x kvadrat çıx 8x üstə gəl 5. 3x kvadrat 8x'in yerine yazırıq. -3x, -5x. Birinci ikisindən 3x çıxır, qalır x minus 1. Üçüncü dördüncüdən -5 çıxır, x minus 1. X minus 1 təzən orta vur, o da çıxır, 3x minus 5. Deməli, 3x minus 5, x minus 1. D variantı. 22. 42'nin kvadratı çıxmaq 12'nin kvadratı. 34,5'in kvadratı çıxmaq 25,5'in kvadratı. 42 çıx 12. 42 üstə gəl 12. 34,5 çıx 25,5. 34,5 üstə gəl 25,5.
30 vur 54. 34'ten 25 çıxanda 19. 19, 34'ün üstüne 25 gelende 59, 60. 54. 19 eləmir, 9 eləyir. 30'dan 60 getdi, burada 2 qaldı. 9'dan 54 getdi, burada 6 qaldı. 6'nın da 2 bölündə 3. 22'nin cavabı 3. C variantı. Yirmi üç. X mənfi 7 olduğunda ifadenin qiymətini tapın. X-i 4, üstə gəlmən 7x kub, çıx 7x kvadrat, çıx 49x, çıx 14. X mənfi 7 verir. Buradan x kubunu çıxardaq. X plus 7. Buradan mənfi 7x çıxardaq. X plus 7. Şərtə görə x plus 7 sıfırdır da. X mənfi 7 isə x plus 7 sıfırdır. Onda bu sıfır eləyir. Bu sıfır eləyir. Cavab olur mənfi 14. Mənfi 14 D variantı. 24. X plus 3'ün kvadratı çıxmaq x vurulsun x plus 3. Vurğuları ayırmaq lazımdır. X plus 3 çıxır mötərizə xaricinə. Qalır x plus 3 minus x. X'lar gedir ikinci mötərizə. Qalır x vurulsun x plus 3. Üç vurulsun x plus 3. Y variantı. 25. 9x kub üstə gəl 9y kub. 9 çıxdı mötərizə xaricinə x kub plus y kub aldı. X kub plus y kub da düsturda da kublar cəmi. X plus y x kvadrat minus 2y plus y kvadrat. 25. Cevap B variantı. 26. 4 A kub çıxmaq 4B kub. 4 çıxdı mötərizə xaricinə qaldı A kub minus B kub. A kub minus B kubda kublar fərqi düsturudur. A çıx B. İki ifadənin fərqi onların cəmi natalan kvadrat. Dördün yerinə yazaq 2'nin kvadratı. Kvadratlar fərqi düsturunu tətbiq edək. X minus 5 minus 2. X minus 5 plus 2. Bu deyilir x minus 7. X minus 3. X minus 7. X minus 3. D variantı. 28. 16 yerinə yazaq 4'ün kvadratı. Kvadratlar fərqi düsturunu tətbiq edək. 4 çıxılsın y minus 2. 4 üstə gəlsin y minus 2. Mötərizələri açaq. Minus y plus 2. Plus y minus 2. 6 minus y. 2 plus y. Cevap B variantı. A çıxsın mötərizə xaricinə 9 minus A kvadrat. 9'un yerinə yazaq 3'ün kvadratı, çıxmaq A'nın kvadratı. Bu edir 3 minus A, 3 plus A. A 3 minus A, 3 plus A. A variantı.
3'ü çıxardaq mötərizə xaricinə. X kvadrat plus 4xy plus 4y kvadrat. Mötərizə hədsi düsturdur. X plus 2y kvadratıdır. 30. 3 vur x plus 2 D variantı. B çıxır. Qalır a kvadrat minus b kvadrat. A kvadrat minus b də a minus b a plus b'dir. B variantı. X kvadrat çıxdı. Qaldı x kvadrat minus y kvadrat. X kvadrat minus y kvadrat da x minus y, x plus y. B bəndi. 33. M minus 4'ün kvadratı çıxırsın. 3 minus m'in kvadratı. Kvadratlar fərqinə görə m minus 4'dən çıxırıq 3 minus m'i. Çıxanda işarələr dəyişir. Sonra m minus 4'ün üstə gəlir 3 minus m'i öz işarələrlə qalır. 2m minus 7 mənfi 1. 7 çıxmaq 2. Kvadratlar fərqi düsturuna görə a minus 3'dən çıxırıq 2 minus a-nı. Çıxanda olur işarə dəyişir. Mənfi 2 plus a. Sonra üstə gəlir. Üstə gəlir işarələr dəyişmir. Oxşar toplananları islah eləyək. 2a minus 5. Burada a'lar getdi. Vur mənfi 1. Mənfi 1'ə vuranda eləyir 5 minus 2a. 34. 5 minus 2a. C variantı. 38. 4bx çıxmaq 12b. 4b çıxdı mötərizə xaricinə. 4bx'i 4b böləndə x. 12b'ni 4b'yə böləndə 3. 4bx minus 3. D variantı. Otuz dokuz. 8c kvadrat y çıxmaq 2d kvadrat y kub. 2 y çıxır. Qalır 4c kvadrat çıxmaq d kvadrat y kvadrat. Bir də təzədən 2y. 4 vur c kvadrat, 2c bir həddisinin kvadratı olduğuna göre 2c minus dy, 2c plus dy. 39, 2c, 2c minus a variantı. 39 a variantı. 40. 5ax kvadrat çıxmaq 20a. 5a çıxdı orta vuruq. 5ax kvadratı 5a'ya böləndə x kvadrat, 20'ni böləndə 20a'dır. 20a'nı böləndə 4. Burada yenidən kvadratlar fərqi düsturunu tətbiq eləsək x minus 2, x plus 2. A variantı. 41. Surətdə 82'nin kvadratı çıxmaq 18'in kvadratı. Məxrəcdə 51'in kvadratı çıxmaq 49'un kvadratı. Surətdə 82 çıx 18. 82 üstə gəl 18. Məxrəcdə 51 çıx 49. 51 üstə gəl 49. 82'den 18 çıxanda 54.
Toplayanda 100. 51'den 49 çıxanda 2. Toplayanda 100. 54'ü 2'ye böləndə 27. 41. 27 yoxdur cavab. Yoxlayaq. 82'den 18 çıxanda 64 edir. 64'ü 2'ye böləndə 32. 32. Cevap Y bəndi. 32 Y bəndi. 42. 42. 42. Bu neçədir? 41. Cevap neçə elədi? Neçə? 41. Y variantı. 42. A kub çıxmaq 4'ə. A orta vuraq çıxdı. A kubu aya böləndə A kvadrat, 4 aya böləndə 4. 4 2'nin kvadratı olduğuna göre kvadratlar fərqi düsturuna göre A minus 2, A plus 2. 42 A minus 2, A plus 2. A variantı. 43. X minus 3'ün kvadratı 9'un yerine yazar 3'ün kvadratı. Bu da beraberdi. X minus 3 minus 3. X minus 3 plus 3. X minus 6 vur X. 43. X minus 6 vur X. C variantı. 44. 9x kvadrat çıx 6x. 3x çıxır. Qalır 3x minus 2. 44. 3x çıxdı. 3x minus 2. C variantı. 45. 15y kvadrat çıx 10y. 5y orta vuruldu. Çıxardaq mötərizə xaricində 15y kvadratı 5y bölündə 3y. 10y 5y bölündə 2. 3y çıx 2. 5y 3y çıx 2. D variantı. 44 D variantı. 5y 44. 5. 44 bu. 9x kvadrat çıx 6x. 44'eydi C variantı. Bu 45'ti. 45. 5y 3y minus 2. 5y 3y minus 2. D variantı. 45 D variantı. 46. 32 çıxmaq 2y kvadrat. 2 orta vuruldu. 32'ni 2'ye böldü 16. 2y kvadrat 2'ye böldü y kvadrat. 16 4'ün kvadratı olduğuna göre ona cevap 4 minus y 4 plus y. 46. 2 4 minus y 4 plus A variantı. 47. X minus 5'in kvadratı çıx 25. 25'in yerine yazaq 5'in kvadratı ve kvadratlar fərqi düsturunu tətbiq edək. X minus 5 minus 5. X minus 5 plus 5. 5'ler gedir burada X. Birinci mötərizədə X minus 10. 47. X minus 10. B variantı. 48. 5x kvadrat üstəgəl 10xy üstəgəl 5y kvadrat. 5 çıxdı mötərizə xaricinə. X kvadrat üstəgəl 2xy üstəgəl y kvadrat. 5. Bu da müxtəsər masturdur. 8. C variantı.
9. A kub çıx AB kvadrat. A çıxdı, qaldı A kvadrat minus B kvadrat. A kvadrat minus B kvadrat da A minus B, A plus B. Cevap A variantı. Elli. X kvadrat üsse gel 3x üsse gel xy üsse gel 3y. Birinci ikisinden x çıxdı, böldüyü qaldı x plus 3. 3-4'ten y çıxdı, böldüyü qaldı x plus 3. X plus 3'ü tərzdən çıxartdıq, qaldı x plus y. 50. X plus 3, x plus y. A variantı. 51. 856'nın kvadratı 44'ün kvadratı. 406. 856 çıx 44. 856 üstü gel 44. 406. Çıxanda 812. Toplayanda 890. Aşağıda 406. Bunlar sadece 2. 0, 18, 17. 1780. Yoxdur cevap. 51 yoxdur cevap. 856'dan 44 çıxanda 812 gelir. Toplayanda da 900 gelir. 900 gelir. 900. 900 2'ye vuranda 1800. 1800. 51 1800 Y variantı. 52. X kub üsse gel 64 M kub. X kub üsse gel 4M kub. Kublar cəmi düsturuna göre x plus 4M x kvadrat minus 4mx plus 16m kvadrat. X minus 4m x kvadrat minus 4m x plus 4m 64 16m kvadrat. Y variantı. Üç x kvadrat çıx 2x çıx 8. Deməli, mənfi 2x-i parçalamaq üçün bu 3'ü vuruq mənfi 8-ə mənfi 24. Mənfi 24'ü elə iki ədədin hasil şəklində göstərir ki, onları toplayanda mənfi 2 eləsin. Mənfi 6 ilə 4. Onda 3x kvadratı yerinə yazacaq. Mənfi 6x 4x. 3x çıxdı, mötərizə xaricə qaldı x minus 2, 1-dən 2-dən. 3-dən 4-dən də 4 çıxdı, x minus 2. X minus 2 təzdən çıxdı, 3x plus 4. Deməli, A-nı tapdıq, 3x plus 4. Keçək ikincisine. 2x kvadrat plus 3x minus 9. Elə 2 ədəd tapaq ki, buranda 2 vur mənfi 9. Yəni mənfi 18 eləsin, toplayanda 3 eləsin. Müsbət 6 mənfi 3. Yox, vuranda mənfi 18 eləyir. 2x kvadrat müsbət 6x mənfi 3x.
2x çıxır mötərizə xaricinə. 2x kvadrat 2x bölündə x, 6x 2x bölündə 3. 3-dən 4-dən mənfi 3 çıxır, böləndə x plus 3. Təzədən x plus 3'ü çıxardırıq, qalır 2x minus 3. X plus 3'ü verir, deməli buradan da b-ni tapdıq. B bərabər oldu 2x minus 3'ə. Bizdən a vur b-ni soruşur. A tapmışdıq 3x plus 4. B tapmışıq 2x minus 3. Bura qaçaq. 6x kvadrat minus 9x plus 8x minus 12 bərabərdir. 6x kvadrat minus x minus 12. 6x minus x B variantı. 53 B variantı. 54. Çoxanı standart şəkildə göstərir. Deməli 54'də burada vurğuların yerini dəyişdik əvvəl. Sonra iki ifadənin cəmi ilə fərqini atalım kvadratı. Bunların kubları fərqi oldu. Oldu 8x kub plus y kub. Qalanları köçürtdük. Sonra iki ifadənin fərqi ilə cəminin nasıl bunların kvadratları fərqinə böldük. Yazdıq. Cavab C bəndi. 55'də sol tərəfə açdıq iki ifadə fərqinin kvadratı ilə. Uyğunları götürdük. K'ya 16 m-si 4 uyğun gəldi. M-ə də 24 m kvadrat C. Cavab B variantı. 56. X m plus 2 çıxmaq x n. X n çıxdı mötərizə xaricinə qaldı x kvadrat minus 1. X kvadrat minus 1'də təzədən kvadratlar fərqi qutusuna görə x minus 1, x plus 1. X n Y variantı. 57. Y çıxmaq Y plus 2. Y çıxdı mötərizə xaricinə. Qaldı 1 minus y kvadrat. 1 minus y kvadrat da 1 minus y, 1 plus y. 57. Cevap D variantı. 58. Y üssü 2 çıxmaq y üssü 2 minus 2. Üssü kiçik olan y üssü 2 minus 2'dir. Çıxartdıq. Birincini böləndə 2 ilə 2 minus 2'ni çıxanda 2 eləyir üssü. Özünə də belə 1 eləyir. Sonra vurğuları ayıranda y minus 1, y plus 1. Cevap D variantı. 59. X 2 minus 2 çıxmaq x 2. Üssü kiçik olan 2 minus 2'ni çıxartdıq. Böldük 1 minus x kvadrat. 2 minus 2. 1 minus x, 1 plus x. X 2 minus 2. Cevap C variantı. Ultimate. 43'ün kvadratı bölünsün 144. Çıxmaq 43 vur 31 bölünsün 72. Üstə gəlmək 31'in kvadratı 144. Ortaq məxrəc 144. Oldu 43'ün kvadratı. Çıxmaq 2 vur 43 vur 31. Üstə gəlmək 31'in kvadratı. Surət bizə verir 43. Çıxmaq 31'in kvadratı. 43'dən 31 çıxanda 12, 12'nin kvadratı 144.
Verildi 1. C variantı. 62. B kub çıx 8B kvadrat üstəgəl 16B. B çıxdı mötərizə xaricinə. B kvadrat çıx 8B üstəgəl 16. Bu da bərabərdir. B minus 4'ün kvadratı. 62. B burası. B minus 4'ün kvadratı. D variantı. 63. A kub çıxmaq 6A kvadrat üstəgəl 9A. A çıxdı, qaldı A kvadrat minus 6A plus 9. Bu da verir bizə A minus 3'ün kvadratıdır. A burasının A minus 3'ün kvadratı. B variantı. 4. MK çıxmaq MK çıxmaq M kvadrat üstəgəl M. Birinci ilə ikinciden K çıxdı. M minus M. Üstüdən 4'dən mənfi M çıxdı. M minus M. Təzədən M minus M çıxdı. K minus M. Verilənləri nəzərə alaq. M çıx N 7. M çıx K 2'dir. Bu K çıx M mənfi 2. Yəni mənfi 14. A bəndi. C çıxdı, qaldı A plus B. Mənfi A çıxdı, qaldı A plus B. A plus B təzədən çıxdı, qaldı C minus A. A plus B'ni verib 5. A minus C'ni verib 3. Onda bu mənfi 3 olur. Mənfi 15. A variantı. 66. Surəti kublar fərqinə görə vurğulanaraq 24 minus 44. 24'ün kvadratı üstəgəl 24 var 44 üstəgəl 44'ün kvadratı. Məxrəc 576 24'ün kvadratıdır. Üstəgəl 24 var 44 üstəgəl 44'ün kvadratı. Bunlar ixtisar edəcək. Minus 256'dan 44 çıxanda 212 vurmaq toplayanda 300. Bunlar da gedəcək. Qaldı 24 çıx 44 mənfi 20 çıxmaq 212. Mənfi 232. D variantı. 67. Mənfi 3A kvadrat çıx 2B kub. Bunu açan deyilir 9A su 4 plus 12 A kvadrat B üstəgəl 4B kvadrat. K'nın yerində dayandı 9A su 4. M'in yerində dayandı 4B kvadrat. K 9 M'də 4B kvadrat. A variantı. 68. A kub B minus A mənfi 27 çıxsın. B minus 4A. Burada da köçəndə 4 var imiş. B minus 4A çıxır mötərizə xaricinə. Qalır A kub minus 27. B minus 4A. A kub minus A 27 üçün kub olduğuna göre A minus 3. A kvadrat plus 3A plus 9. B minus 4A. A minus 3. A kvadrat plus 3A. A minus 3. B minus 4A. A kvadrat plus 3A. C variantı. 68 C variantı.
69 x kub y plus 3x. Buradan mənfi 8'i çıxardaq. Y plus 3x. Y plus 3x'i təzədən çıxardaq. Qalır x kub minus 8. Y plus 3x. 8 3'ün kub olduğuna göre x minus 2'nin kub olduğuna göre x minus 2. X kvadrat plus 2x plus 4. 69 cevap. Y plus 3x 8 x minus 8 x minus 2x kvadrat. Cevap B variantı. 69 B'dir. Yok, burada işare var. Y plus 3x. C'ydi. X kvadrat minus 9x minus y kvadrat plus 9y. X çıktı. X minus 9. Yok, alınmaz. X kvadratla y kvadratı gruplaştıraq. 9x'la da 9y gruplaştıraq. Kvadratlar fərqinə görə x minus y, x plus y. 9 çıxır, x minus y. X minus y təzədən çıxır. X plus y minus 9. 70. B variantı. 71. A kvadrat üstə gəl 4A çıx C kvadrat çıx 4C. A kvadratla C kvadratı 4A'nın 4C'ni. A minus C, A plus C 4 çıxdı, A minus C. Bərabərdir A minus C, A plus C plus 4. Cevap C bəndi. 72. 5x kvadrat minus 7x plus 2. Mənfi 7'ni elə kədədə cəmi şəklində göstərir ki, vuranda 5 vur 2 10 eləsin. Olur mənfi 5x. Mənfi 5x, mənfi 2x kimi. Birinci ikisindən 5x çıxdı, x minus 1 qaldı. Sonrakisindən mənfi 2 çıxdı, x minus 1 qaldı. X minus 1 təzədən çıxdı, 5x minus 2 qaldı. 72. Cevap Y variantı. 73. 3x kvadrat minus 8x plus 5. Mənfi 8x'in yerine mənfi 3x, mənfi 5x yazırıq. 3x çıxdı, x minus 1. Mənfi 5 çıxdı, x minus 1. X minus 1 çıxdı, mərtəzə xaricə qaldı, 3x minus 5. D variantı.
74. 2m kvadrat çıxmaq c. Açaq bunu. 4m üssü 4 çıxmaq 4m kvadrat c üstəgəl c kvadrat. K-nın yerinə deməli düşdü. 4m üssü 4 böyük m-in yerinə düşdü c kvadrat. Cavab A bəndi. 75. Burada 2x plus 5'e bir də a kimi baxsaq. Misal olur belə a kvadrat. Sonra x minus 3'e də b kimi baxsaq. Olur a kvadrat minus 2ab plus b kvadrat. Bu da bizə verir a minus b'nin kvadratı. A'nın b'nin qiyməti qoysuq yerinə 2x plus 5 çıxmaq x minus 3. 2x-dan x çıxanda x, 5'dən mənfi çıxanda 8. Cevap D variantı. (76) da bize neyi verir ki? 4 çıx 3x üstə gəl 2x çıx 1 mötərizənin kvadratı. 2 ifadə fərqinin kvadratıdır. 4 minus 3x'e bir də a kimi baxaq, 2x minus 1'e b kimi baxaq. Oxşar toplamları istifadeləsi 3 çıxmaq x. Cavab D bəndi. 77. Surəti kublar fərqinə görə vurğuları ayırsaq. 93 çıx 7 93'ün kvadratı üstə gəl 93 vur 7 üstə gəl 7'nin kvadratı. Məxrəcdə 93'ün kvadratı üstə gəl 7 vur 93 üstə gəl 49. Burada da bu 7'də 93 vur 7'dir. 93 vur 7. Üstə gəl 93 çıx bu olur 93 çıx 7 93 üstə gəl 7. İxtisar getdi. 93'dən 7 çıxanda 86. Bu da 86 getdi. Bu da 100. 186. A variantı. 78. A kvadrat çıx 3b kvadratın kvadratı. Açanda eləyir a üstü 4 minus 6a kvadrat b kvadrat üstə gəl 9b üstü 4. K'nın yerində oldu. Mənfi 6a kvadrat b kvadrat. Sonra m'in de yerində oldu. 9b üstü 4. A variantı. 78 A variantı. 79. Kırk yedinin kvadratı ile 27'nin kvadratını bir gruplaştıraq. 43'ün kvadratı ile 23'ün kvadratını bir gruplaştıraq. 47'den 27 çıxanda 20 toplayanda 74. 43'den 20 çıxanda 20 toplayanda 66. 20 çıxdı mötərizə xaricinə. Mötərizə isə 74 üstə 66 140.
Bu ixtisar getdi 5. 20 də 5'e bölündə 4. Cavab 4. B variantı. Heştat. 14 tam 10'da 5'ten 1 10'da 8 çıxacaq. Eləyəcək 12 10'da 7. Burası 14 10'da 5'in kvadratı. Üste gelsin 14 10'da 5 var. 1 10'da 8. Üste gel 1 10'da 8'in kvadratı. Məxrəcdə 12 10'da 7. Çıxırsın 14 10'da 5'in kvadratı. Çıxırsın 1 10'da 8'in kvadratı. İxtisar getdi. Bununla da bu getdi. Bununla da bu getdi. Kaldı 14 10'da 5. Burası 1 10'da 8. Burada bırak birbirine. 14 10'da 5. 1 10'da 8. 8'e 5 40. 32 36 11. 145. 0 1 6 2. 26 tam 10'da 1. Cevap B variantı. 81. 73'ün kubu ise 67'nin kubu. Bunları ayıran değil 73. Üste 67. 73'ün kvadratı. Çıxmağı 73 bölü 67. Üste 67'nin kvadratı. Məxrəcdə 70. Çıxmaq 2 vur 73 vur 67. 140. Buna getdi ixtisar 2. 2. 73'ün kvadratı 73 vur 67. 67'nin kvadratı. Çıxmaq 2 vur 73 vur 67. 2 çıxdı mötərizə xaricine. İkide 77 var. 60. 73 var. 67 üste gel. 67'nin kvadratı. Bu da beraberdi. 73 çıx 67'nin kvadratı. 6'nın kvadratı 36 72. Evet. Heştat 2. Kublar fərqi kublar cəmi düsturuna göre birinci eləyir 8 P kub çıxı 27. İkinci eləyir P kub plus 27. 27'ler gedir 9 P kub. Cevap B variantı. 83. X plus 1'in kubu üstə gəl x minus 1'in kubu. İki ifadə cəminin kubu fərqinin kubu düsturlarına göre açaq. X kub 6x buradan da 2x çıxdı. Kaldı x kvadrat plus 3. X kvadrat plus 3. B variantı. Heştat 4. Birinci ile axırıncını qruplaşdıraq. İkinci ile də üçüncünü.
Bölür a kvadrat minus 9, a kvadrat plus 9. Buradan da 6a çıxır. A kvadrat minus 9. A kvadrat minus 9 çıxır mötərizə xaricinə. A kvadrat plus 9 minus 6. Bu deyilir a plus 3, a minus 3. Bu deyilir a minus 3'ün kvadratı. A plus 3, a minus 3'ün kuvveti. Y variantı. Heştad 5. İndi kökün tapı vuruqları ayıraq. A 2'dir, B 3'dir, C mənfi 2'dir. X1 əvvəl çıxımən tapaq. B kvadrat minus 4ac. 9 plus 16. 25 elədi. Sonra kökün də tutur belədir. X1 bərabərdir. B minus kök altda D bölü 2a. 3 çıxmaq 5 bölü 4. Elədi 2'də 1. İkinci kök 3 minus 5 bölü 4. Elədi 2. Tutur da belə də a vurasın x minus x1, x minus x2 vuruqları ayırma tutur. Bunda bizdə də olacaq 2 vurasın x çıx 2'də 1, x çıxsın 2. Vuranda 2x minus 1, x minus 2. Kökləri batavut belə ayrılır vuruqlara. 5. 2x minus 1, x plus 2x minus 1, x minus 2. Belə cavab yoxdur. Orada səhv elədim. Baxaq bir də. Kök 2 düz tapmamışım kök. Burada mənfi 3 olmalıdır. Mənfi 3 olanda bölür mənfi 2. Burada da mənfi 3 olsa bölür 2'də 1. Burada da düzəldi. X plus 2, x minus 2'də 1. 2'ni ikinci mötərizəyə vuraq. X minus 2x minus 1. X plus 2, 2x minus 1. Y variantı. 5. 6. B üssü 3'in 8 B üssü 2'in 16 B üssü. B üssünin çıxdı mötərizə xaricinə. B üssü 2'in B üssü 16. A üssüyüm çıxdı mötərizə xaricinə. Qaldı A üssü 2'yim. A üssü 9. Mötərizə də düşürdü. A üssü üssüyə 3'ün kvadratıdır. Cavab C variantı. 87 C variantı. 88. 53 minus 13. 53 plus 13. 40'ın kvadratı. Çıxmaq 26'nın kvadratı. Bunda vuruqlar ayrıldı.
40 minus 26, 40 plus 26. Üstünden 66 vur 56. 53'ten onu çıxanda 40 vur 66. 14 vur 66. 66 vur 56. 66 çıxır burada. 14 plus 56. 40 vur 66. 66'lar getdi. 40 böl 80. Bu deyir 2'də 1. Yoxdur cavab. Yoxlayaq səhvi. 14'ün 86'ında 70 edir. 70. İxtisar keçsə 7'də 4 olur. Niyə bəndə? Y yerine yazaq 2xy. Çıxmaq xy. Çıxdı qaldı x plus 2y. Mənfi y çıxdı x plus 2y. X plus 2y çıxdı. X minus y. X plus 2y. A variantı. Doksan. Deməli, vuranda mənfi 6y kvadrat, toplayanda mənfi y. Mənfi 3y, mənfi 2y. Yox, mənfi 3y, müsbət 2y. Mənfi 3 xy, müsbət 2 xy. Bunu yazıb mənfi xy yerinə. X çıxdı, x minus 3y. 2y çıxdı, x minus 3y. X minus 3y çıxdı, x plus 2y. D. 91. 2x kvadrat çıx 3x çıx 2. Deməli, elə emin ədədlər axtarırıq ki, vuranda 2 vur, mənfi 2. Yəni, orada birinci əmsalı sərbəst həddə vururuq da bu. X kvadrat əmsalı sərbəst həddə. Bu mənfi 4 eləsin. Toplayanda isə mənfi 3 eləsin. Bu nə eləyir? Mənfi 4-dən 1. Mənfi 4-dən 1. Bu ikisini əmsalın parçalıyoruz da. Budur, yəni belə eləyirik. Mənfi 3x'in yerinə yazırıq. Mənfi 4x plus 1x. Mənfi 4x plus x. Mənfi 3x'in yerinə yazırıq. Birinci ikisindən 2x çıxır. Qalır x minus 2. Bu da olduğu kimi qalır. Sonra x minus 2'ni çıxardırıq mötərizə xaricində 2x plus 1 qalır. B variantı. 92. A üssü 4, üstə gəlib 4, B üssü 4. Oralara ayır. Bu məsələnin adı riyaziyyatda Sofi Germen məsələsi adlanır. Düstur almaqdan ötürü əlavə edirik A kvadratına 2B kvadratın hansının ikimisini. Yəni 4A kvadrat B kvadrat əlavə edirik. Həm də çıxırıq. İlk 3'ü onda bizə düstur verir. A plus 2B'nin kvadratının kvadratı.
Bu da verir 2AB'nin kvadratı. Bu da kvadratlar fərqi düsturuna göre A plus 2B kvadrat minus 2AB A plus 2B kvadrat plus 2AB. A kvadrat plus 2AB plus 2B kvadrat A kvadrat. A kvadrat plus 2 plus A kvadrat plus 2B kvadrat. İyi varyant. Doksan üç. Əvvəlcə bu ifadəni vurğulara ayıraq. Deməli bizə verir bu 4x çıxmaq 5y-in kvadratı. Yəni qiymətlərini qoyaq yerinə. 4 vurmaq 5/4'də 3. Çıxmaq 5 vurmaq 4/5'də 1. 4 vurmaq 4'də 23. 5 vurmaq 5'də 21. İxtisar getdi 23, ixtisar getdi 21. Çıxanda 2 kvadratı 4. Cavab 4. 93-cü cavab. 94. A kvadrat plus 2AB plus B kvadrat çıxmaq C kvadrat bərabərdir 13 şərtini ödəyən ABC naturalləri üçün bu cəmi tapın. İlk üçümün düsturdur. A plus B'nin kvadratıdır. Bu da C kvadrat. Kvadratlar fərqi düsturuna göre A plus B minus C. A plus B plus C bərabərdir 1 bölü 13 yazaq. Başqa cür yazmaq olmaz. A plus B minus C kiçikdir. A plus B plus C də böyük vuruqdur. ABC natural ədəd olduğundan. Alt-alta toplasıq. 2A üstə gəl 2B bərabərdir 14. A plus B bərabərdir 7. A plus B'nin yerine 7 qoysuq. 7 çıx C bərabərdir 1. C ilə bərabərdir 6. Bizdən soruşur A plus B plus 2C. A plus B 7'dir. 2 vur C 6. 6'da 2 12 19. Cevap 19. 95. İkili vuran mötərəziyə kəsir məxrəcinə ixtisar gedir. Qalır 2/45'in kvadratı. Bu hissədə vuranda 4/55'in kvadratı. Üçüncü toplanan da vuranda qalır vuruq kimi. 2 vur 2/45 vurmaq 4/55. Bu da bərabər düstur verir bizə 2/45 üstə gəl 4/55'in kvadratı. Bunlar toplayanda 7, 7'nin kvadratı 49. Cevap 49. 96 da həmin qayda ilədir. İkili mötərizəyə vuranda 3/8'in kvadratı. Üstə gəl 3/12'in kvadratı. Üstə gəl 2 vurasın 3/8 vurasın 3/12. Bu da bərabərdir 3/8. Üstə gəl 3/12'in kvadratı. Bu deyil 7'nin kvadratı, bu deyil 49. Doksan yedi. Surəti kublar cəmi görə vurğulara ayıraq. 15 plus 85 elədi 100.
15'in kvadratı çıxmaq 15 vur 85. Üstə gəl 85'in kvadratı. 225 15'in kvadratı 15 vur 85. Üstə gəl 85'in kvadratı. Çıxmaq 75'ten 25 çıxanda 50, üstə gələndə 100. O da kvadratlar fərqinə görə bunları ayırdıq. Bunlar ixtisar getdi, elə də 100. Bunlar da ixtisar getdi, elə də 50. Çıxanda elə də 50. Cavab 50. Doksan sekiz. Doksan sekiz. Surəti vurgulara ayıraq. Kublar cəminə görə 75. Üstə gəl 25 elə də 100. 75'in kvadratı çıxmaq 75 vur 25. Üstə gəl 25'in kvadratı. Məxrəcə də 75'in kvadratı çıxmaq 75 vur 25. Üstə 625'də 25'in kvadratıdır. Üstə gəl. Kvadratlar fərqinə görə 145'ten 5 çıxırıq 140. Üstə gəldik 150. Bu ixtisar gedir, qalır 100. Buna ixtisar gedir, olur 140. Toplayanda 280. Cavab 280. Nömrə 98. 200 neçə? 80 yox. 240. 100, 140 ilə 240. Cavab 240. 99. 27x kub plus a çox aynasının vurgulara ayrılıb belə göstərilib. Gəl ayıraq da 27x kub plus a. Bu 3x'in kubu eləyir bu. A nəyin kubudur? Bu düsturda orada 3x plus 2'dirsə, deməli onda bunun yerinə 8 düşürmüşlər belə. Beləymiş bu. Belə olanda vurgulara ayıranda A'nın yerinə deməli 8 yazdıqda olur 3x plus 2. 9x kvadrat minus 2 vur 3x plus 4. Baxaq indi B'nin yerinə düşdü 9. A'nın yerinə düşdü 8 əvvəldən. B'nin yerinə 9 düşdü. C'nin yerinə -6 düşdü. D'nin yerinə 4 düşdü. A plus B plus C plus D. A plus B plus C plus A 8'i, bu 9, 17. 17, bu da -16. Yəni belə də 8, 9, -6, 4. 8, 17, 11, 15. Cevap 15. 99'un cevabı 15. 100. 100 ondandır. Deməli burada 2x plus 5'dirsə 5'in kubu da 125 edir. Deməli A 125 imiş. A 125 olanda onda misal olur belə 8x kub üstə gəl 125. Bu 2x'in kubudur. 125 də 5'in kubudur. Bunda vurgulara ayıranda 2x plus 5 4x kvadrat minus 10x plus 25. Müqayisə ilə B'nin yerinə 4 düşür. C'nin yerinə -10 düşür. D'nin yerinə 25 düşür. Bunları toplayanda A 125'dir. B 4'dür. C -10'dur. Bu da 25'dir. 125, 150, 140, 144. Cevap 144. Nasıl bu? 100'ün cevabı. 100'ün cevabı. 144. 101. 33'ün kvadratı çıx 3'ün kvadratı eləyir bu 33. Çıx 3. 33. Üstə gəl 3. Üstə gəl 14 vur 30. Bu
deyilir 55 çıx 5. 55 üstəgəl 5. 30 vur 36. 14 vur 30. 50 vur 60. 30 çıxır. 36 üstəgəl 14. 50 vur 60. Bunlar getdi ixtisar 2 dəfə. Bunlar da getdi ixtisar. Qaldı 2-də 1. 2-də 1-də 0, 10-da 5'dir. 101. 0, 10-da 5. 102. 61'in kvadratı çıx 23'in kvadratı bölür 61 minus 23, 61 plus 23. Kvadratlar fərqi düsturuna görə. Üstəgəl 84 vur 22. Məxrəcdə 52 çıx 32. 52 üstəgəl 32. 61'dən 23 çıxanda 38. 61 üstə 23 gələndə 84. 84 vur 22. 20 vur 84. 84 mötərizə xaricə çıxsa 38 üstəgəl 22. 20 vur 84. 84'lər getdi ixtisar. 60 bölü 20. Bu deyilir 3. 102'nin cevabı elədir 3. Yüz üç. Yerine yazaq 6,9'un kvadratının kvadratı. Bu da 3,1'in kvadratının kvadratı. 13,8'in yerine yazaq 6,9 vur 2. 6,1'in yerine yazaq 3,1 vur 2. Surətə kvadratlar fərqi düsturunu tətbiq ilə sürüyor. 6,9'un kvadratı 3,1'in kvadratı. 6,9'un kvadratı üstəgəl 3,1'in kvadratı. Bu da olur. Hasıl qüvvətə qalanda hər birini qaldırırıq həmin qüvvətə 4. 3,1'in kvadratı vur 4. Məxrəcdən 4'ü çıxardırıq mötərizə xaricə 6,9'un kvadratı üstəgəl 3,1'in kvadratı. Surətdə olur 6,9 çıx 3,1. 6,9 üstəgəl 3,1. 6,9'un kvadratı üstəgəl 3,1'in kvadratı. Bunlar getdi ixtisar. Bərabərdə 6,9'dan 3,1 çıxanda 3,8 toplayanda 10. 3,8'i 4'ə böləndə bu elə də 3,8 yazıram belə böl 4. 38'i 4'ə böl 9, 9, 25, 95. Cavab 95, 103. 103, 95. 90 virgül var idi burada. 9,5, 38 eksilmiş. 9,5. 104. Həmin qayda ilə olur 7,7'nin kvadratı çıx 2,3'ün kvadratı. 7,7'nin kvadratı üstəgəl 2,3'ün kvadratı. Məxrəcdə yazırıq 2 vurmaq 7,7 mötərizənin kvadratı. 2 vur 2,3 mötərizənin kvadratı bərabərdir. Bu eləyir 4 vur 7,7'nin kvadratı üstəgəl 4 vur 2,3'ün kvadratı. 7,7 çıx 2,3 eləyir 5,4. Üstəgəl eləyir 10. Bu da qabul olduğu kimi 7,7'nin kvadratı üstəgəl 2,3'ün kvadratı. Bunlar 4 çıxsa mötərizə xaricinə gedər ixtisara. Qalar burada 4, burada da 54. 54'ü 4'ə böləndə 5'i 4'ə 1'ə, 1'ə 4, 4, 14'ü 4'ə böləndə 3 tam, 13 tam onda 5. 104'ün cevabı.
13,5. Geçti 105'e. En parametre hansı qiymətində? A kvadrat çıxmaq n minus 3. A çıxmaq 8. Çox ayrıcan vurğuların ayrılışında vurğulardan biri A plus 4 olur. Biri A plus 4. O birisi da tutaq ki x bilmirik nədir. Sağ tərəfdə A-nın yerinə mənfi 4 yazanda sıfıra çevrilir. Onda A-nın yerinə mənfi 4 yazsaq, onda belə alınır. Plus 4, n minus 3, minus 8. Sol tərəf. Sağ tərəfdə də A-nın yerinə mənfi 4 yazanda 0. Buradan 4, n minus 3 bərabərdir 8, n minus 3 bərabərdir 2, n bərabərdir 5 alınır. Cavab 5. 105'in cevabı. Bizden ne soruşuyoruz ki? En parametre nasıl qiymət? Düz gəlmədi. Bir də yoxlayayım. A kvadrat n minus 3 A minus 8. Vurğulardan biri A plus A-nın yerinə mənfi 4 yazsaq. Elədir 16. Bu elədir 4 n minus 3 minus 8. 16'dan 8 çıxdı, 8 keçib bizə mənfi 8 olur. Bu eləyir mənfi 2. Onda bu da eləyir 1. Cavab 1. %106. İfadəsinin sadələşdirməsindən alınan çoxanın dərəcəsi 8 olarsa, n plus cəminin böyük qiymətini tapın. Deməli 2a plus 3b kvadrat b'si n çıxmaq a'si qalacaq. 2a b'si 2a üssü 1 plus n 3b 2 plus n 3b kvadrat a'si. Bunun dərəcəsi 1 plus n. Bura 1 plus n'di. Bura 2 plus n'di. Bura 2 plus n'di. İndi deyir dərəcəsi 8 olarsa. Dərəcə 8 olanda burada 1 plus n var, 1 plus n var, 2 plus n var, 2 plus n var. Böyük ya 2 plus n'dir, ya bu 8 olmalıdır, ya da bu 8 olmalıdır. Belə olanda n 6 olur. N 6 olur, n ne olur? Belə olsa M6 olur. Toplayanda da 12 edir. Cevap 12, 106'da. %107 Elirvin diaqramının çoxalən vurğuları verilib. ABC hasilini tapın. 107 A çoxəllisi x kvadrat çıx 2x çıx 8 vurğuları ayırmaq lazımdır. Dediyimiz qaydada elə 2 n və m ədədləri axtarırıq ki, vuranda 1 vur -8, yəni -8 eləsin. Toplayanda n plus m bərabər olsun -2. Həmin ədədlər -4'dən 2'dir. Onda bunu biz belə parçalayarıq. X kvadrat minus 4x plus 2x minus 8 bərabərdir. X çıxır, x minus 4 qalır. 2 çıxır, x minus 4 qalır. Buradan x minus 4 çıxır, x plus 2 qalır. Ayırdıq A-nı. Deməli, onda burada A-nın vurğuları şəkildə də verildi. Nədir? A-nın vurğuları x minus 4,
x plus a. X minus 4 burada da var. Deməli A2 imiş. Buradan çıxır ki A2'dir. A2'dir. A'nı tapdıq. B'ni ayıraq vurğulara. X kub plus 2x kvadrat minus 9x minus 18. X kvadrat çıxdı. X plus 2 qaldı. Mənfi 9 çıxdı. X plus 2 qaldı. X plus 2 çıxdı. X kvadrat minus 9 qaldı. X plus 2, x kvadrat minus 9 elədi. X minus 3, x plus 3. B'nin də vurğularını bizə verib. X plus a. A'nı bir vaxt tapmışıq 2'dir. X minus 3. Bir de x plus b verib. X plus b verib. Deməli buradan da çıxır ki onda b 3 imiş də. B'yi də tapdıq 3. A'nı tapmışıq 2. Sonra C qaldı. C'ni tapdıq. Bu C çoxəlli sözü niyə bərabərdir? X plus b, x minus 1. B'ni tapmışıq. Bax, x plus 3, x minus 1. Bu da vurub açanda eləyir x kvadrat plus 2x minus 3. Amma C'ni bizə şərtdə nə verib ki? C'ni şərtdə verib x kvadrat plus cx minus 3. Deməli buradan da çıxır ki C2'dir. C'yi də tapdıq. Soruşur A vur B vur C. A2, B3, C2. Bu eləyir 12. 107 oldu 12. Yüz sekiz. A çoxəllisi. A çoxəllisi verib x plus 4, x minus 2. Vurub açanda eləyir x kvadrat plus 2x minus 8. Deməli buradan belə çıxır ki P 2'dir. Q mənfi 8. B çoxəllisi. P'ni künlüyün 3 biz. A'nı verib, B'ni verib deyir, bu var arasında pozulur. A üstəgəl B. A şəkildən görünür ki x plus 4 vur x minus 2'dir. B nədir? X minus 2 vur x plus 3'dir. X minus 2'ni çıxardağımı ötəcək xaricine. Qalır x plus 4 üstəgəl x plus 3. Bu deyir 2x plus 7. 108 x minus 2 2x plus 7. 109. A, B vurğuları verilib. A'nı nətər verib ki bu? X plus 3, x minus 4. Vurub açanda eləyir x kvadrat minus x minus 12. Deməli B mənfi 1'dir, C mənfi 12'dir. B nətər verib? X minus 4, x plus 8. Vurub açanda eləyir x kvadrat plus 4x minus 32. Deməli M 4'dir. M 4'dir. M mənfi 32'dir.
Soruşur B vurayım. Üstəgəl C vurayım. B -1 N 4. C -2 N -32. -4 üstəgəl 320 64 384. Bu değil 384. 109 384. 110. Deməli A çoxhəllisini verib. X kub çıx 3x kvadrat çıx 10x üstəgəl 24. Bunu qruplara ayıraq. X kvadrat çıxdı x minus 3. Düz getmədi ki. Yox. Belə çətin olacaq. Bir vurğun verib, burada x minus 4'dür. Deməli x minus 4'e gəlməli də belə çıxır. Ya da vurub açıb götürmək olar, əmsalları hamını uzun çəkər adam. O da uzun çəkər. B çoxhəllisinin vurğularından biri Venn diaqramından görünür ki, x minus 5'dir. X yerine 5 yazanda bu B çoxhəllisinin qiyməti sıfıra çevrilir. Onda burada da verib B çoxhəllisi x kvadrat minus 7x minus c. Orada da x yerine 5 yazanda o sıfıra çevriləcək. Yazaq onu. 5'in kvadratı 7 vur 5 üstəgəl c bərabər 0. Buradan c'ni tapaq. C bərabər oldu. 25'te 35 çıxanda 10. C'ni tapdıq 10. C'ni 10 tapdıqsa onda B çoxhəllisi oldu belə də. X kvadrat minus 7x plus 10. Bunu vurğulara ayıranda eləyəcək x minus 5 x minus 2 belə eləyəcək. Deməli onda buradan da B'ni tapdıq 2. B'ni də tapdıq 2. B'ni də tapmışıq 2. Bir də qalıb A'nı tapmaq. A bərabərdir. Deməli x minus 4 x minus 2 bir de x plus a. Bu B'nin qiyməti qoydum yerinə 2, bir də a yoxdur burada. Bunu bıraxacaq. Bu eləyir x kvadrat minus 6x plus 8. X plus a. Bunu da bıraxacaq. X kub plus ax kvadrat minus 6x kvadrat minus 6ax plus 8x plus 8a beraberdir. X kub plus a minus 6x kvadrat plus m6a plus 8x plus 8a. Deməli buradan bizə nə lazımdır? Şimdi bir də a qalıb. X kvadratın əmsalı a minus 6'dır. Orada ise verilip ki mənfi 3'dür. Buradan da a'nı tapdıq 3. Bu da a. Bizden soruşur a vur b plus c'ni. A 3'dür, b 2'dir, c'dəki 10'dur. Bu da 10 oldu.
Cevap 16. 111 de bundan. 111 de bu qayda ilə eləyə bilərik. Bu A-nı yerinə qoyub vurub açıb uyğun əmsalları götürüb C-yi tapa bilərik. İlyə eləncik. O biz vurğuları ayıra bilərik, amma istəmirəm vurğuları ayıraq. Ya istəyirəm elə. Orada da rahat dağınıq vurğuları ayırmaq. 111 A. Birinci ilə ikinci x kvadrat çıxır, x plus 2 qalır. 3-dən 4-dən mənfi 9 çıxır, x plus 2 qalır. X plus 2 təzdən çıxır, x kvadrat minus 9 qalır. Bu da x plus 2, x minus 3, x plus 3. Deməli, C onda neçə oldu? X minus 3, x plus 3 var, x oldu 2. C oldu 2. C'yi tapdıq. C'yi tapdıq. B'ni nə verib bizə? B'ni. B'ni verib bir tərəfdən x plus c, x plus a. Bunu vurub açsığını eləyir. X kvadrat plus a plus cx plus ac. C'yi tapmışıq 2-dən. X kvadrat a plus 2x plus 2a. Digər tərəfdən b'ni verib b bərabərdir. X kvadrat plus mx plus 10. Buna bunların ikisini müqayisə eləsək, 2a bərabərdir 10 alınır. A da bərabərdir 5 alınır. A-nı tapdıq 5. Sonra m-dəki bərabərdir a plus 2. A-nın da qiymətini 5 tapmışıq. 5 plus 2, bu da elədir 7. M-də oldu 7. Bizdən soruşur m plus a plus c-ni. M 7 tapmışıq. A 5 tapmışıq. C 2 tapmışıq. Bu da elədir 14. Cevap 14. 112. A. Yine birinci ile ikinci x kvadrat çıxardaq, x plus 3. Mənfi 4'ü çıxardaq, x plus 3. X plus 3'ü təzdən çıxardaq. X kvadrat minus 4. X kvadrat minus 4'də vurğulara ayrılır. X plus 2, x minus 2. Onda buradan c'ni tapdıq. C oldu 3. C3. B. X plus 3. X plus a. Bir tərəfdə. Bu il x kvadrat üstə gəl. A plus 3x plus 3a. Digər tərəfdən b bərabərdir. X kvadrat üstə gəl. Mx üstə gəl 3. Buradan alınır ki 3a bərabərdir 3'ə. Yəni a elədir 1. Bir də m də bərabərdir a plus 3'ə. 1 plus 3 bu da elədir 4. M də elədir 4. Bizdən m plus a plus c'ni soruşur. M 4'dür, a 1'dir, c də 3'dür. Toplayan da eləyir 8. Cavab 8.